Salam dəyərli izləyicilər. Bu gün sizinlə Azərbaycan mətbəxindən qış mövsümünün sevilən, sağlıqlı, doyurucu, dadlı, ləzzətli, eyni zamanda da ekonomik isti yeməklərindən ərişdəli əvəlik şorbası və yaxud da əvəlikli isti hazırlayırıq. Əvvəlcə yoğurma qabına 200 ml stəkanla 1 stəkan ələnmiş un əlavə edib ona yarım çay qaşığı duz qatırıq. Ardınca bura 1 ədəd yumurta və apardığı qədər ilıq su əlavə edib orta yumşaqlıqda xəmiri yoğururuq. Biz sizinlə illər öncə əvəlik şorbasını umacla hazırlamışdıq. Məncə hərəsinin öz yeri var, hər ikisi ləzzətli olur. Bəs siz nə düşünürsünüz? Siz daha çox hansını xoşlayırsınız? Evdə hansından hazırlayırsınız? Nəticədə gördüyünüz kimi belə bir xəmir alınır. Onu pinqvin paketin içərisinə yerləşdirib biraz gözlədirik ki, qalsın, dincəlsin, yumşalsın ki, onu yaymaq asan olsun. Daha sonra əvəliyi hazırlayırıq. Yəni onu xırdalayıb içərisində olan sərt çubuqları yığırıq. Bunu eləməyə də bilərsiniz, qala da bilər, amma biz yığmağa üstünlük veririk. Baxın, belə bir çubuqlarda onları yığıb atırıq. Və əvəliyi axar suyun altından keçirdib suyunu yaxşıca sıxırıq və onu qaynayan suya əlavə edib qazanın altını söndürüb əvəliyi qaynar suyun içərisində gözlədirik ki, yumşalsın. O vaxta qədər biz qaragöz lobyanı bişiririk. Suya biraz duz da əlavə edirik, qoyuruq yumşalana qədər bişsin. Və biz yoğurduğumuz xəmiri 2 bərabər hissəyə bölürük. Bir kündə ilə də yaya bilərsiniz. Bizim üçün belə rahatdır. 2 hissəyə bölüb kündəliyirik. Xəmirlə işləyəndə, onu yoğuranda bərkiyir, tərkibində züla zəncirləri əmələ gəldiyinə görə. Ona görə biraz gözlədirik ki, yumşalsın, yaymaq rahat olsun bizim üçün. Üzərini örtüb gözlədirik. O vaxta qədər bir iri baş soğanı narın doğrayırıq. Soğanı belə narın doğrayırıq. Daha sonra tutduğumuz kündələri nazik açırıq. Nə qədər nazik açsanız yuxanı bir o qədər yaxşıdır. Xəmir çox gözəldir. Gözlətdiyimizə görə qalıb yumşalıb rahat yayılır. Ələ yatımlıdır. Ona görə də həmişə xəmiri yoğurduqdan sonra onu biraz gözlədin. Nazik açdıqdan sonra üzərinə bolluca un səpib onu oxluğa sarıyırıq. Hər xanımın daha sonra bıçaqla belə kəsirik, qatlayırıq və nazik-nazik kəsirik. Hər xanımın öz ərişdə kəsmə üsulu var. Biz də bir neçə üsulla kəsirik. Bu da onlardan biridir. Yazın görək siz necə kəsirsiniz ərişdəni. Çox kəsib quruda da bilərsiniz. Bir pambıq torbanın içərisinə tökün. Asın mətbəxdən. Nə zaman lazım olsa əlinizin altında hazır ərişdə olsun. Biz elə eləyirik. Götürün yeməklərə əlavə edin. Ona görə də bu şəkildə tam quruduruq. İndi hələ təzə olduğuna görə elə qurumamış da əlavə edirik yeməyə, amma saxlamaq üçün quruduruq. Mütləq qurutmaq lazımdır. Sərik belə quruyur. Daha sonra tökürük torbanın içərisinə saxlayırıq. Ardınca qazana ərinmiş kərə yağı əlavə edib bitki yağı ilə də eləyə bilərsiniz. Yağ isindikdən sonra doğranmış soğanı da qazana əlavə edib onu yumşalıb qızılı rəngə çalana qədər qovururuq. Soğan biraz şəffaflaşıb, biraz qovurulduqdan sonra duzunu, sarı kökünü əlavə edib hazır olana qədər qovururuq. Soğan hazır olduqdan sonra suyunu əlavə edirik. Təxminən 2 litr su əlavə edirik. İndi siz də baxın. Suya əlavə edirik, qapağını qoyuruq, su qaynara düşsün. O vaxta qədər qaynar suda gözlətdiyimiz əvəliyi suyunu belə tam sıxırıq. Yaxşı-yaxşı sıxırıq. Su qaynara düşdükdən sonra əvəliyi əlimizlə bir daha yaxşıca sıxıb soğançalı suya əlavə edirik. Yəni xörəyin dinabına. Bu şəkildə əlimizlə yaxşıca sıxıb əvəliyini də əlavə edirik.
Ardınca qazana 5-6 ədəd alça qurusu əlavə edib qazanın qapağını örtürük. Əvvəllik yumşalana qədər bişiririk. Əvvəllik bərk olur. Qazan bərk qaynamalıdır ki, yumşalsın ki, ləzzətli olsun. Əvvəllik yumşaldıqdan sonra bişirdiyimiz qaragöz lobyanı da əlavə edib, elə ardınca ərişdəsini də əlavə edib duzunu, istiotunu vururuq. Ərişdə çox tez hazır olur. Əgər qazanın üzərinə çıxdısa ərişdələr, deməli yemək hazırdır. Çox ləzzətli yeməkdir. Yəqin ki, hazırlayanlar dadını, ləzzətini bilirlər. Çox evlərdə hazırlanır bu yemək, əminəm. Hazırlamayanlar mütləq sınasınlar. Həm ləzzətli, həm də sağlıqlıdır. Soyuq dəymənin dərmanı, mədə bağırsağın dərmanı. Əvvəllikdən aş da hazırlayırıq. Daha çox mədə bağırsaqda problem olanda. Yeməyimiz hazırdır. Əvvəlliyin mövsümündə təzə əvvəllikdən dolma da bükürük. O da ləzzətli olur. Yazın görək siz əvvəllikdən nə hazırlayırsınız? Əvvəllik şorbasını necə hazırlayırsınız? Öz reseptinizi bizimlə bölüşsəniz sevinərik. Videonu da bəyənməyi unutmayın. Şərhlərinizi gözləyəcəyik. Süfrələriniz bol ruzulu, bərəkətli olsun. Siz də hazırlayın, mütləq dadın. Hələlik.